Salam dostlar, bugünləri biz Chess.com-da dostlar, bugün çox gülməli bir hadisə baş verdi. Dostlar, mən bugün Filipinli ilə oynamışdım. Özdə güllə modunu. Nə rapiddir, nə də blitzdir. Güllə modunu. Güllə nə idi yadından çıxıbdı, yəni bleedingini, bluffidini, belə bir axtarı var idi. Bu ilə başlayacağım mən. İndi dostlar, bu günləri çox qəribə bir hadisə oldu. Qəribə hadisəni axırda görəcəyik. Dostlar, bu günləri mən Filipinli ilə şahmat oynadım. Güllə oyunu Güllə versiyası. Başlayaq da mən çox uzatdım. E4 attım, E5 attım. E5 atmalı dostlar. Mən dostlar çoban matına girirəm. Atını attım, nəyə C6-ya. Mən də atdım vəzirimi S2. Yəni buradan mən mat təklifləri, yəni mat təklifləri atacağım indi. Sonra o daşını oraya qoydum, mən də filmi buraya qoydum. Dostlar, baxın, filmi yeməliydi qoydum sizə bilir. Baxın dostlar, belə görürsünüz. Baxın, filmi belə yeyə bilərdi. Baxın, atımı qoyub yeyə bilərdi, amma yemiş. Bu kobud səhv sayıla bilər, ya da mistake sayıla bilər. Blunder, yəni kobud səhv, mistake, miss, ya da inallı sayıla bilər. Sonra dostlar, mən vəzirimi atıram, şah çəkirəm, buradan özünü xilas edib, zorla ora atdı. Bu 4 saniyə ilə düşündüm. Dostlar, indi vaxta da baxın, hə. Dostlar, mən belə atacağım gəlin şah. Elə biləm matdan, amma daşını ora. Dostlar, amma atımı atmağa başlayıram. Amma dostlar, baxın, filmi az qalsın ki, təslim olacaqdım. Amma gördüyünüz ki, o qədər filmi. Attım dostlar daşını. Sonra o topunu belə qurban verir. Amma mən neyiyəm? Ağıllıyam deyə yemədim. Sonra dostlar, mən piyadamı attım B3'e. O birisi də attı B5'e piyadasını. Sonra dostlar, mən vəzirimi qoydum D5'e. Burada yazdıqda D5, yəni Q, D5 plus da gedə bilər. O plus niyə qoyulur? Və şah çəkilmiş halda olanı göstərilir. Oradakı bir işarəsi də mat, yəni mat göstərilir. Checkmate deməkdir, ya da mate mənasını verir şahmatda. Mən astım daşımı D5'ə, Queen D5, yəni Queen D5 plus, yəni şah çəkdim. Sonra dostlar, şahını qaçırdı. Sonra dostlar, mən burada atımı atıram. Sonra dostlar, vaxta fikir verin, mənə 4,1 saniyəm qalıbdı. O dost şeyin də hələ nədir? Bu adamın da hələ qalıb 39 saniyəsi. Sonra dostlar, mən o daşını atıb B4'ə. Mən atımı orada yemək istəyirəm. Amma mən ona şah çəkirəm, şah. Şahını qaçırdım. Bir də şah çəkirəm, çox çəkdim. Baxın dostlar, normalda atı yeyə bilər. Baxın, atı yeyə bilər. Atın mən vəzirimi yeyə bilərdi. Atı yemiş, kobud səhv sayılır. Çünki dostlar, baxın, şahın hər hansı qaçacağı bir yox. Bu mənim daşımı yeyə bilərdi. Bir də nə var? Mat var idi də. Çünki dostlar, əgər bunu yesəydi, mat olmazdı. O vaxtdan uzardım. Vəziri yedim, mat olur. Görün, saniyə neçədir, baxın. 0,3, yəni 3 millisaniyə ya da 3 millisaniyə sayısı. Yəni dostlar, bu məncə bir başarıdır. Çünki burada kobud səhv edir. Özdə bu güllə moduna 1 dəqiqəlik ama 1 dəqiqə bunu mat edirəm. Özdə bu saniyədir dostlar. Saniyəyə baxın, belə mat edirəmsə da
məndən pro çatmaq çıxarda. Yəni dostlar, çox təşəkkür şeydir də, bu Filipinlidir, kimdir? Bu şeylərdir də, kobud səhv elədi. Əgər atla yesəydi, düzdür, yenə də mat olacaqdı. Atımı qoymuşam ora, yenə də elə görəcəkdi mata. Amma yenə də yekədir, mənim üçün yekədir. Nətədir, mənim üçün yekədir, qəşəng bir nəticədir. Böyük bir başarı kimi bir şeydir. Düzdür, hələ fikrimdə var idi, hələ bax, belə atmamışam. Dedim ki, filmi açaram belə, bura açmaza alaram, vəziri yerim. Amma vaxtıma az qalıb deyə bunu atdım belə, o vəzirini atdı. Burada mənim vəzirini yeməliydi. Bu atır belə, mən deyirəm mat. Yəni dostlar, yekədir, başarıdır mənim üçün. 100 var dostlar, ancaq həftə sonları mən video çəkəcəm. Çünki həftə içi mən video çəkəməyəcəm. Baxın sizə deyim. Yalnız sabah yox, bürsünün, yəni bu həftənin birinci günü istisna olmaz. Yəni bu həftənin birinci günü tətildir. İkinci gündən yenə dərslərimə başlamalıyam. Ona görə də ki, ikinci gündən video çəkəməyəcəm. Amma birinci gün ola bilsin video çəkəm. Sağ olun dostlar, görüşənə dək. Ola bilsin dostlar, birazdan short videosu paylaşacağım. Baxın, bu əgər kilidi açılsa, mən sizə şey deyim, nədir, short videosu çəkəcəm, short edit. Dostlar, sağ olun, görüşənə dək.